Salam, sabahınız xeyir. Kanalıma xoş gəldiniz. Bugün podruqamın ad günü olduğu üçün tez hazırlanmağa çalışıram. Ondan sonra isə salona getməyə vaxtım yoxdur və evdə saçlarımı kəsirəm. Çünki ucları hədsiz dərəcədə yıpranmış olduğu üçün mən belə 2 aydan bir, 3 aydan bir saçımın uclarını təmizləyirəm. Sonra isə özüm üçün sirkəli su hazırlayıram. Ondan sonra marketə qaçıram. Marketdə lazım olan bəzi şeylər var ki, onları almaq istədim. Həm də sizə qiymətləri göstərmək istədim ki, Azərbaycandan məsəl üçün çox fərqlidir qiymətlər. Çox ucuzdur həqiqətən də, feyridir, digər malzemələrdir. Sonra isə evə gəlirəm və podruqamın evini halda saldığını göstərirəm. Aşağıda qoyduğum isə gördüyünüz kimi o videoda biz əylənirik gecə. Gecə əylənib səhər isə iş görürük ad günü. Nəsə sizə geyimimi göstərmək istədim. Ağı geyinmək istədim, ancaq çox açıq olduğunu düşündüm və bu geyimi seçdim. Sonra isə makyaj edirəm. Bu əsnada podruqamın podruqası gəlir və deyir mənə də et, ona da edirəm. Sonra isə podruqam əylənir və mən kənardan izləyirəm. Çox maraqlı keçdi. Sonra nə oldu? Gecə bütün işlər mənə qaldığı üçün evi təmizlədim və Misirdən gətirdiyi çayla özümə qəşəng çay dəmlədim. Saat 7-yə işləyir artıq və mən yatmağa hazırlaşıram. Öpürəm sizi.